Süni intellektdən istifadə edərək Azərbaycan dilində reklam videosu çəkmək mümkündürmü? Bax, bu videoda bunu test eləyəcək, sınaqdan keçirəcək. Təsəvvür edin ki, adi standart formada bir reklam videosu hazırlamaq istəyirsinizsə, bunun üçün külli miqdarda vəsaitə ehtiyacınız var. Müxtəlif insanlar bu iş üzərində işləməlidir, aktyorlar olmalıdır, kamera və s. Amma süni intellekt vasitəsilə bunu çox daha aşağı məbləğə edə bilərsiniz. İstifadə edəcəyimiz alət Google-a aid olan Flow alətidir. Gəlin əvvəlcə ekranı sizlə paylaşım və Google Flow-a daxil olaq. Sadəcə flow.google yazsaz və ya Google-da Flow yazıb axtarsanız linki tapa biləcəksiniz. Hal-hazırda gördüyünüz kimi ana səhifə bizi qarşılayır və aşağı tərəfdə mənim əvvəlcədən hazırladığım müxtəlif videolar yerləşir. Baxın, orta hissədə olan yeni proyekt düyməsinin üzərinə vurmaqla burada video hazırlamağa başlaya bilərsiniz. Bildiyiniz kimi Google Flow ödənişlidir. Daha doğrusu, əgər siz Gemini'nin $20 paketini alırsınızsa, Google Flow aylıq sizə 1000 kredit verir. Hal-hazırda mənim 910 kreditim var, 90 kreditimi istifadə etmişəm. Yaxşı, hazırlayacağımız bu reklam videosu nə ilə bağlıdır? Reklam videosu mənim süni intellekt kursumun tanıtım videosu olacaq. Gəlin ilk növbədə sizə bu süni intellekt kursu haqqında məlumat verim. School təhsil platformasında Classroom bölümünə keçsəz mənim kurslarımı görəcəksiniz. Bu kurslardan biri də süni intellekt təlimi ChatGPT Gemini Notebook LM adlı kursdur. Burada mən Gemini, ChatGPT, Notebook LM və eyni zamanda Google Flow vasitəsilə video hazırlamaq haqqında danışıram. Bunları izah edirəm. 15 saatdan yuxarı video material var burada və istəyirəm ki, bu kursun tanıtımını, reklam videosunu hazırlayaq. Yenidən Google Flow-ya keçirəm və yeni proyekt düyməsinin üzərinə vururam. Bu arada Google Flow-un istifadə qaydası da elə qeydlədiyim bu kursda mövcuddur. Kursun elə sol tərəfindəki mündərizata baxsaq, ana başlıqları görə bilərsiniz. Yəni kursda nələrin olduğunu görə bilərsiniz. Baxın, yeni proyekt hissəsinə keçəndə belə bir ekran qarşılayır sizi. Aşağı hissədə prompt yazma hissəsi var. Baxın, onun sol tərəfində media əlavə etməkdən ötürü bir düymə var. Bura müxtəlif şəkillər, videolar əlavə edə bilərsiniz. Və yanında da ajan modu, agent modu var. Agent modu sizin istəyinizi avtomatlaşdırır. Yəni siz bu düymənin üzərinə vursanız, baxın, belə ətrafda bir animasiya görünür. Bir dəfə də söndürüm, yenidən agent modunu işə salıram. Bax, belə bir animasiya görünür. Sağ tərəfdən bu agent modu ilə bağlı dəyişiklik edə bilərsiniz. Baxın, burada bir düymə var. Ajan təlimatları deyir. Burada təlimatlar əlavə edə bilərsiniz. Birazdan praktik olaraq göstərəcəm sizə. Onun yanındakı düyməyə baxırıq. Burada da ayarlar var. Bu ayarlar hissəsindən də yaradılacaq şəkil və ya videoların ölçüləri haqqında məlumatı və s. təyin edə bilərsiniz ki, bunları da birazdan sizə göstərəcəm. Buradan kaydet düyməsini vurub geri qayıda bilərsiniz. Əslində heç bir dəyişiklik etmədim və ilk öncə bura promptu daxil edəcəksiniz. Amma istəsəz, baxın, burada genişləndirmə düyməsi var. Bundan istifadə edə bilərsiniz. Genişləndirmə düyməsini vurası olsaz, sağ tərəfdə gördüyünüz kimi chat bölümü açılacaq və işin davamını buradan həyata keçirə bilərsiniz. Yenə də eyni formada əməliyyatlar burada var. Yenə sağ yuxarı hissədə gördüyünüz kimi X düyməsi var. Bunu vurub bağlaya bilərsiniz. Əvvəlki formata qayıdacaqsınız. İndi isə gəlin kurs haqqında mən məlumatları daxil edeyim və agent modundan istifadə edək. Deməli, promptu daxil elədim. İndi yazdıqlarımı oxuyuram. Mənim School təhsil platformasında süni intellekt təlimi ChatGPT Gemini Notebook LM adlı kursum var. Bu kursda ChatGPT, Google Gemini, Notebook LM və Google Flow haqqında məlumat mövcuddur. Sosial şəbəkələr vasitəsilə kursun reklamını etmək istəyirəm. Bunun üçün təxmini 1 dəqiqəlik videoya ehtiyacım var. Videolar Azərbaycan dilində olmalıdır. Təxmini ssenari. Müxtəlif peşə sahibləri süni intellektdən istifadə edərək işlərində məhsuldarlığı artırır. Azərbaycan dilində diyaloqlar olmalıdır. Sübhan Musayevin süni intellekt kursu mənim üçün çox faydalı oldu şəklində. Bax, sadəcə bunları yazmışam. Hər ehtimala qarşı bu promptu kopyalayıram. Çünki buradan parametrlərə keçəcəm. Baxın, sol tərəfdəki hissə ajan təlimatlarıdır. Bunun üzərinə vururam və təlimat əlavə etdirəm. Burada referans şəkil və ya video əlavə edə bilərsiniz ki, məsələn, hansısa bir rənglər və s. sizin üçün önəmlidirsə, onu göstərmək üçün. Mən sadəcə burada real danışıqların düzgün olmasını təmin eləməyə çalışacağım. Gəlin promptu yazaq. Səsləndirmə təmiz Azərbaycan dilində olsun yazdım. Yenə burada gəlirəm, təlimat əlavə etdirəm. Növbəti təlimatlara daxil edirəm. Videolar real görünsün, hərəkətlər təbii olsun yazdım. Yenə təlimat əlavə edirəm. Arxa plan musiqisi, fon musiqisi olmasın dedim. Bu çox önəmlidir. Niyə görə? Baxın, normalda Google Flow hal-hazırda 10 saniyəyə qədər videolar hazırlaya bilir və əgər hər videoya ayrı-ayrı arxa plan musiqiləri əlavə etsə, sonra
bu videoları birləşdirəndə yekunda yaxşı bir nəticə alınmayacaq. Ona görə bunları hər birini ayrı-ayrılıqda əlavə elədim. Xüsusilə çalışın ki, arxa plan musiqisi olmasın. Bunu xüsusilə vurğulayın. Bəzən Azərbaycan dilində danışığında qüsurlar olur. Bunu da vurğulayın. Və aşağı tərəfdən bitdi düyməsini vururam. Təlimatlarımız hazırdır. Və yan tərəfə gəlirəm. Yan tərəfdə ayarlar var. Bunun üzərinə vururam. Ajan ayarları var. Ajan media içəriyi oluşturmadan öncə onay istəsin. Baxın, burada sizdən razılıq alsın, sonra video və ya şəkilləri hazırlasın deyə bilərsiniz və ya heç bir zaman səndən icazə almasın deyə bilərsiniz. Yəni videoları, misal üçün 10 video hazırlayacağım deyirsə, sən əvvəlcə baxmalısan ki, bu necə bir video hazırlamaq istəyir, nə qədər kredit istifadə edəcək və s. Ona görə burada hər zaman səndən onay alsın. Bunu seçsəz daha yaxşıdır. Biraz miqyası azaldım və aşağıya doğru gəlirik. Baxın, varsayılan görüntü ürətimi. Mən bu videonu sosial şəbəkələr üçün nəzərdə tutmuşam. Instagram Reels videosu formatında və ya YouTube Shorts formatında. Ona görə buradan görüntünü 9-a 16 seçirəm. 1 və ya 2 görüntü hazırlasın və ya 3-4 görüntü hazırlasın. Bunlardan hər hansı birini seçə bilərsiniz. Gəlin, yaxşı, bunu 2-də saxlayaq. Aşağı tərəfdə Nano Banana 2, Nano Banana Pro, Nano Banana Little var. Elə Nano Banana 2-ni saxlayıram. Siz baxdığınız zaman bura yeni modellər də əlavə olunmuş ola bilər. Varsayılan video ürətimi. Yenə sosial şəbəkələr üçün video hazırlamaq istəyirəm. Ona görə burada da 9-a 16 seçirəm. Və aşağı tərəfdən yenə təbii ki, burada 2x, 3x seçsəz, yəni bir dəfəyə 2 dənə eyni videonun 2 versiyasını, biraz bir-birindən fərqlənən versiyasını hazırlayacaq. Çox kreditiniz gedəcək. Ona görə burada 1x seçin. Yəni kreditiniz həddindən artıq çoxdursa, təbii ki, 2x seçə bilərsiniz. Aşağı tərəfdən də modeli seçə bilərsiniz. Burada misal üçün OmniFlash daha az kredit aparır. Burada VO 3.1 Quality seçsəz, hər bir video üçün 100 kredit istifadə edir. Düşünürəm ki, OmniFlash daha yaxşıdır. Digərlərini də özünüz yoxlaya bilərsiniz. Və kaydet düyməsini vururam. Artıq hər şey hazırdır və sağ tərəfdən göndər düyməsini sıxıram. Bir qədər gözləməliyik. Yazdığımız promptu, təlimatları analiz edir. Sağ tərəfdə gördüyünüz kimi mesaj bölümü açıldı. Artıq sağ tərəfdən chat bölməsi formatında işləyə biləcək. Və artıq cavab gəldi. Kursunuz üçün peşəkar bir reklam ssenarisi hazırladım. Bu ssenari müxtəlif sahələrdə çalışan insanların süni intellekt sayəsində necə daha məhsuldar olduqlarını və sizin kursunuzdan necə faydalandıqlarını göstərir. Ssenari 8 hissədən ibarətdir. Hər bir kadr üçün vizual tələbləri aşağıda görə bilərsiniz. Növbəti addım olaraq personajın və ya məkanların vizual görüntüsünü dəqiqləşdirmək üçün nümunə şəkil yarada bilərik. Hansı kadrdan başlayaq? Əvvəlcə nümunə şəkillər hazırla. Peşələrə müəllim sosial media üçün kontent yaradıcılarını da əlavə et dedim və göndərirəm. Yenə biraz gözləməliyik. Və cavab gəldi. İstəyinizə uyğun olaraq ssenariyə müəllim və sosial media üçün yuxarı hissəyə qayıdaq. Artıq şəkillər hazırlamağa başlayıb gördüyünüz kimi. İstəyinizə uyğun olaraq ssenariyə müəllim və sosial media mütəxəssisi personajlarını da əlavə etdim. İndi hər bir peşə sahibi üçün real, görünüşlü və Azərbaycan mühitinə uyğun personaj şəkilləri hazırlayıram. Bu şəkillər videonun vizual tərzi və personaj ardıcıllığı üçün bizə istinad olacaq. Personaj və peşə sahibləri üçün nümunə şəkillər hazırlayıram. Belə. Və sol tərəfdə gördüyünüz kimi artıq şəkillər buradadır. Bunlara belə sürətli şəkildə baxa bilərsiniz. Burada baxın, sol tərəfdə geriyə qayıtma düyməsi var. Buna vura bilərsiniz və ya klaviaturadan escape düyməsini sıxa bilərsiniz. Müxtəlif peşə sahiblərini gördüyünüz kimi bura əlavə edib. Baxın, şəkillərə burada da baxa bilərsiniz. Buradan tümünü göstər də deyə bilərsiniz. Burada hamısını göstərər. Növbəti mərhələyə keçək. İndi nə etməliyik? Videoları hazırlamağa başlayaq. Mən burada bir sual cümləsi istifadə edirəm ki, bəlkə özünün daha yaxşı bir təklif olacaq, bəlkə video üçün səsləndirmənin hansı formada olacağını və s. deyəcək. Ona görə sual cümləsi qoydum. Baxaq görək nə cavab verəcək. Cavab gəldi. Bəli, növbəti mərhələ videoların hazırlanmasıdır. Ssenaridəki hər bir kadr, frame üçün ayrı-ayrı videolar generasiya edəcəm. Planım belədir. Hər bir kadr üçün ssenariyə uyğun 10 saniyəlik video hazırlayacağam. Videoda təbii hərəkətlərə, yazı yazmaq, gülmək, ekrana baxmaq və Azərbaycan dilinə uyğunluğa diqqət yetirəcəyəm. İlk olaraq, ilk 3 kadr Tural, Leyla və Samir generasiya edəcək. Qeyd, videoda səsləndirmə, dialoqlar
tərəfindən avtomatik əlavə edilmir. Lakin mən hər kadr üçün ssenariyə uyğun dialoqları təsvir edəcəyəm ki, siz montaj zamanı onları səsləndirə biləsiniz. Niyə səsləndirməni etmir? Yaxşı, buna bir çarə taparıq. Başlayıram. İlk 3 kadr memar, marketeoloq və tədqiqatçı üçün videoların hazırlanması başlayır. 45 kredi qarşılığında bu 3 video ürətimi işləmi başlamasını istər misiniz deyir və onayla və bir daha sorma. Onayla deyəcəm. İndi videoların hazırlanması başlayır. Təbii ki, bu müəyyən qədər vaxt alacaq. Yenə də gözləməliyik. Aşağıda yenə mesaj yazıb. Bu 3 kadr, 3-ün video generasiyası növbəyə alındı. Bu müddətdə digər personajlar, müəllim və kontent yaradıcısı üçün də hazırlıqlara davam edək, yoxsa ilk kadrların tamamlanmasını gözləyək? Yəni, məncə ilk kadrların tamamlanmasını gözləyək, bəlkə problem olacaq. İlk 3 kadr üçün videoların hazırlanmasına başlanıldı. Hazırda bu videolar növbədədir və qısa müddət ərzində hazır olacaq. Memar Tural, marketeoloq Leyla, tədqiqatçı Samir. Videoları hazır olmasını gözləyərkən ssenarinin digər hissələri, müəllim Sevda və kontent yaradıcısı Günel üçün də videoların hazırlanmasına baxaq, yoxsa ilk kadrların nəticəsini görmək istəyirsiniz. Bura ilk kadrlar hazırdır. Sadəcə ilk kadrları görmək istəyirəm, yazacağım. İlk kadrları görmək istəyirəm, göndərdim. Gəlin baxaq. Bu videolarda heç bir səs yoxdur. These are actually incredible. Burada da ingiliscə danışır. Üçüncü videoya baxaq. Wow, this summary is actually... Deməli, ilk 3 videoda problem oldu. Səsləndirmə ingilis dilindədir. Videoları yenidən hazırlamalıyıq, amma hər dəfə bir video hazırlayaq. Personajlar Azərbaycan dilində danışsın, süni intellekt kursu və kursun onlara faydası haqqında məlumat versin dedim və göndərdim. Burada 3 videonu bir dəfəyə hazırladı. Ola bilər ki, ona görə problemlər yaşandı. Düşünürəm ki, videoları bir-bir hazırlasaq, problem olmaz. Səsləndirmə ilə bağlı problemə görə üzrlü sayın. Məqsədimiz tam Azərbaycan dilində bir video hazırlamaqdır. İndi hər dəfə bir video hazırlayaraq davam edəcəyik və personajın birbaşa Azərbaycan dilində danışmasını təmin edəcəyik. İlk olaraq Memar Turalı yenidən hazırlayıram. Bu videoda o ChatGPT-nin layihələrindəki faydasından Azərbaycan dilinə bəhs edəcək. Memar Turalın Azərbaycan dilində danışığım video hazırlanır. Video hazırlanır deyir, amma bu tərəfdə hələlik bir proses görmürəm. Başla yazacağım. Başla yazdım və göndərdim. 15 kredit yenə gedəcək. Təsdiqləyirəm. Və həm mesaj bölməsində, həm də sol tərəfdə artıq video hazırlamağa başladı. Bunu görə bilərsiniz. Bu arada 850 kreditim qalıb artıq. Bu hissəni bağlayaq və videonun hazırlanmasını gözləyək. 10%, 11% buradan faizləri izləyə bilərsiniz. Və artıq ilk videomuz hazırdır. Gəlin baxaq necə alınıb. ChatGPT ilə layihələrin texniki detallarını planlaşdırmaq artıq dəqiqələr alır. Bu kurs vaxtıma çox qənaət etdi. Bu dəfə normaldır. ChatGPT ilə layihələrin texniki Sadəcə bu kurs sözünü 2 dəfə təkrarlayır. O da problem deyil. Onu montaj zamanı detallarını planlaşdırmaq artıq dəqiqələr alır. Bu kurs vaxtıma çox qənaət etdi. Belə, indi isə növbəti ikinci videoya keçəcəyik. Aşağıda yazıb ki, hazır olduqdan sonra videonu yoxlaya bilərsiniz. Əgər nəticəsi qane etsə, növbəti personaj marketeoloq Leyla ilə davam edəcək. Davam edək, amma bu dəfə videoda mənim adım da istifadə edilsin. Sübhan Musayevin süni intellekt kursu kimi yazaq bura və göndərdim. Memar Turalın videosu hazırdır. İndi nəzərdə tutduğunuz kimi növbətə marketeoloq Leyladır. Bu videoda o sizin adınızı qeyd edəcək Azərbaycan dilində. Yazdım başla və göndərdim. Və yenə bir video 15 kredit təsdiqlədim. Və videonun hazırlanması prosesi başlandı. Yenə də bu videonun hazırlanmasını gözləyib nəticəyə baxıb davam edəcək. Artıq hazırdır. Bu Leylanın videosudur. Baxaq. Sübhan Musayevin süni intellekt kursu sayəsində marketinq strategiyalarımı saniyələr içində qururam. Google Gemini artıq mənim ən yaxın köməkçimdir. Belə. Səsləndirmə kifayət qədər yaxşıdır və davam edək yazıram.
Mən videonu burada saxlayacağam. Növbəti mərhələləri artıq özüm eləyəcəm və sizə son nəticəni göstərəcəm. Onsuz da artıq prosesi yəqin ki, hər kəs başa düşdü. Ardıcıllıqla kadrlar hazırlanacaq. Sonra bu videoları kompüterimə endirəcəm. Hər hansı bir video montaj proqramında bunları ard-arda yığacam və daha sonra da videonun reklamın son variantını hazırlayacağım. Mən CapCut istifadə edirəm. Hər hansı başqa video montaj proqramından da istifadə edə bilərsiniz. Leylanın videosu hazırdır. İndi növbədə tədqiqatçı Samirdir. O, notebook eləmin sənət analizi faydasından və sizin kursunuzun ona nə qazandırdığından bəhs edəcək. Yenə 15 kredit, yenə təsdiqlədim və videonun hazırlanma prosesi başladı. Belə, dediyim kimi, burada artıq ekran videosunu çəkməyəcəm, saxlayacağım. Digər kadrlarda hazırlayıb ən son versiyanı sizə göstərəcəm. Və artıq gördüyünüz kimi videolar hazırdır. Deməli, mən sizə sonradan hazırladığım videoları sürətli şəkildə göstərim. Samirin videosu, burada gördüyünüz kimi Samir tədqiqatçıdır. Videoya baxaq. Sübhan Musayevin süni intellekt kursu sayəsində Notebook LM ilə sənədləri analiz etmək artıq çox asandır. İşimin keyfiyyəti tamamilə dəyişdi. Geri qaydırıq. Deməli, sonraki videolarda göstərim mən sizə. Bu müəllimədir. Sübhan Musayevin süni intellekt kursu sayəsində dərslərimi artıq Google Flow ilə daha maraqlı planlaşdırıram. Şagirdlərim bu yeniliyi çox sevir. Google Flow ilə daha maraqlı formada hazırlayıram dedi. Burada mənim ağlıma bir ideya gəldi ki, Google Flow ilə dərsi necə maraqlı hazırlamaq olar və indi yuxarı qaydaq bu müəlliməni tapaq. Baxın, belə bir prompt yazdım. Müəllimə Sevdanın videosundan sonra onunla bağlı ikinci videoda necə olar? Məqsəd Sevdanın Flow ilə hazırladığı videonu göstərməkdir. Məsələn, Sevda müəllim Misir piramidalarının qarşısında piramidaların tarixini danışır. Yəni, həqiqətən də hər hansı bir müəllim, hər hansı köhnə bir yerdə, hər hansı tarixi bir məkanda mövzunun izahı ilə bağlı bir video hazırlaya bilər. Düzdür, 10 saniyəlik videolar hazırlayıb sonra birləşdirməlidir, bu biraz vaxt alar. Amma ən azından videonun bir hissəsini belə hazırlamaq şagirdlərin diqqətini çəkmək üçün çox yaxşı olar. Ona görə belə bir şey dedim, o da yaxşı bir fikir olduğunu dedi. Təsdiqlədim, yenə 15 kredit və belə bir video ortaya çıxdı. Əziz şagirdlər, bugün dərsimizi buradan Misir piramidalarının qarşısından keçirik. Bu möhtəşəm tikililərin tarixi haqqında danışaq. Belə bir qısa video, sonra növbəti videolara da baxaq. Süni intellekt kontent yaratma prosesimi tamamilə dəyişdi. Sübhan Musayevin kursu mənə yeni kreativ imkanlar açdı. Burada sona bir musiqi də əlavə edeyim, amma problem deyil, onu kəsə bilərəm. İndi isə keçək əsas məsələyə. Baxın, son hazırladığı video budur və bu videodan sonra final çağırışı ilə bağlı deyir mənə. Günelin videosu hazırdır deyir. Sonra isə hazır olduqdan sonra yoxlaya bilərik. Növbəti videonu tamamlayacaq son kadr. Kursa çağırış və final end kart qalır deyir. Davam edək. Mən burada demişəm ki, final çağırışında mənim avatarımdan istifadə etmək olar. Google Flow vasitəsilə siz öz avatarınızı hazırlayıb özünüzün videolarını çəkə bilərsiniz və avatarın hazırlanmasında mən bu kursda izah eləmişəm, biraz uzun bir prosesdir, amma çətin deyil. Və deyir, bəli, əlbəttə, sistemdə avatarı mi olaraq qeyd edirsiniz, əd işarəsi ilə göstərirsiniz. Avatarınız mövcuddur. Avatarımı görə bilir, ajan, agent. Buna görə də final çağırış videosunu sizin öz görüntünüzdən və səsinizdən istifadə edə bilərik. Və daha sonra yenə eyni formada başda demişəm, yenə 15 kredit istifadə olunacaq, təsdiqləmişəm. Bundan sonra videonu hazırlayıb ilk hazırladığı video. Siz də işinizdə məhsuldarlığı artırmaq və süni intellektin gücündən istifadə etmək istəyirsinizsə, School platformasındakı kursumuza qoşulun. Gələcəyi bugündən idarə edin. Burada danışıq, hər şey qaydasındadır. Sadəcə son kadrda çox yaxınlaşır kamera üzümə. Ona görə xoşum gəlmədi bundan. Xoşum gəlmədiyinə görə problemi qeyd elədim. Dedim ki, kameranın çox yaxınlaşmasını istəmirəm. Və bundan sonra ikinci bir videonu hazırladı. Burada promptları görə bilərsiniz. İkinci video budur. Burada da səsləndirmədə problem oldu deyə ikinci videodan sonra yenidən səsləndirməni daha diqqətli şəkildə hazırlasın dedim. Yenə təsdiqlədim və son videonu hazırladı. İkinci video budur. Siz də işin məhsuldarlığı artırmaq və süni Burada səsləndirməyə gec başlayır və 10 saniyə içində çatdırmalıdır. 10 saniyədən uzun videolar yarada bilmir. Ona görə baxın, tələsiyə düşür. Başdan göstərim. Siz də işin məhsuldarlığı artırmaq və süni intellektin istifadə etmək istəyirsinizsə, School platformasındakı kursumuza qoşulun. Gələcəyi bugündən idarə edin. Danışıq. Baxın, videonun təxminən ikinci saniyəsindən başladığına görə sürətli danışır və səs qarışır. Ona görə bu problemi də qeyd elədim və üçüncü videonu hazırladı.
Siz də işinizdə məhsuldarlığı artırmaq və süni intellektin gücündən istifadə etmək istəyirsinizsə, School platformasındakı kursumuza qoşulun. Gələcəyi bu gündən idarə edin. Və bu videoda məncə bir problem yoxdur, hər şey qaydasındadır, görüntü normaldır. Diqqət elədinizsə, görüntü də mənim görüntümdür və səs də mənim səsimdir. Avatar hazırlayanda sizin həm görüntünüzü, həm də səsinizi qeydə alır və hər şey hazır olduqdan sonra, baxın bu son videodur, avatar da hazırdır. Yazmışam buna əla, reklam videosunun son versiyasını, yekun videonu hazırlamaqla bağlı hər hansı təklifin, tövsiyən var. Və bu mənə reklamı necə hazırlasaq daha yaxşı olar, nəyə diqqət eləmək lazımdır, montajda nəyə diqqət eləmək lazımdır, hər bir personajın adı və hansı işlə məşğul olduğu yazılsın, belə istiqamətlər verir. Sevdə müəllimə və Misir kadrları ard-arda olsun deyir, alt yazılar qoya bilərsən deyir, fon musiqisi qoya bilərsən, təklif olunan video ardıcıllığını burada qeyd edib. Yəni ümumiyyətlə onsuz da bu videonu, reklam videosunu hazırlamağa başlayanda mənim beynimdə bir plan var idi. Ümumiyyətlə heç bir halda siz hər şeyi süni intellektə verməyin, özünüz müdaxilə eləyin. Amma sizin təkliflərinizi, ideyalarınızı süni intellekt təkmilləşdirə bilər, ona icazə verin. Sıfırdan hər şeyi süni intellektə həvalə etməyin, o zaman süni bir şey ortaya çıxır, yaxşı bir nəticə əldə edə bilmirsiniz. Əvvəlcən özünüz planı qurun, ardıcıllığı fikirləşin və sonda təbii ki bir yaxşı bir nəticə əldə edə biləcəksiniz. Deməli, 1, 2, 3, 4, 5, 6 bu 3 videodan da sonuncusunu götürəcəm. Ümumi 7 dənə videodur. Burada işimizə yaramayan videolar da oldu. Hər video üçün 15 kredit istifadə etdik və hal-hazırda mənim 730 kreditim qalıb, aylıq 1000 kreditim olur, əvvəl demişdim. Növbəti mərhələdə nə edəcəm? Bu videoların hər birini endirəcəm və endirmək üçün nə edirik? Videonun üzərinə gəlirik, 3 nöqtəni sıxırıq. Bundan sonra endir deyirik. Baxın 720p bu GIF-dir, bu videodur, bu 1080p nisbətən yüksək sayılır. Aşağıda 4K var. Mən $20 abunəlikdəyəm, ona görə 4K-nı endirə bilmirəm. Daha böyük planlarda bu mümkündür. Ona görə deməli 3 nöqtənin üzərinə vururam, endir deyirəm. 1080p ilə endirmə komandasını verirəm və gözləyirəm. Bu müəyyən qədər vaxt alacaq. Bütün videoları eyni vaxtda endirməyə çalışmayın. Bu keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər. Gözləyin, bir video endirilsin, tamamlansın, kompüterimizin yaddaşına düşsün. Ondan sonra digər videolar üçün də eyni prosesləri həyata keçirə bilərsiniz. Əslində, məsələn, burada şəkillər və s. biraz qarışıqdır. Əgər istəsəz, videolar hissəsinə keçib təkcə videoları görə bilərsiniz. Artıq videolar sizə mane olmasın. Əgər bunu istəyirsinizsə, burada 3 nöqtəni vura bilərsiniz və buradan aşağı hissədən biraz miqyası balacalaşdırım, görünmür. Baxın, 3 nöqtəni vurdum və çöp qutusuna taşı deyirəm. Bu, hansı ki ilk cəhdlərimiz idi və yaxşı bir nəticə alınmamışdı. Bunları belə bu şəkildə silə bilərsiniz. Buradakı videolarda eyni formada silirəm. Belə. Hal-hazırda 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə bizə lazım olan video artıq gördüyünüz kimi hazırdır və yüksəltmə tamamlandı deyir. Endirmə prosesi başlamalıdır. Bir dənə endirilənlər qovluğunu yoxlayacağım. Baxaq görək endirilib yoxsa yox. Hə, endirilib. Baxaq. ChatGPT ilə layihələrin texniki detallarını planlaşdırmaq artıq dəqiqələr alır. Bu kurs vaxtıma çox qənaət etdi. Əvvəldə dediyim kimi, burada sadəcə bu kurs sözünü 2 dəfə təkrarlayır, o problem deyil, montajda kəsəcəm həmin hissəni və bu videonun sonuna yekun versiyanda əlavə eləyəcəm. Belə, videonu yekunlaşdırırıq. Bu video həm School'da olan kursumda yayımlanacaq, həm də YouTube kanalımda yayımlanacaq. Ümid edirəm ki, faydalı bir video oldu. Sağ olun, növbəti videolarda görüşərik. Süni intellekt kontent yaratma prosesimi tamamilə dəyişdi. Sübhan Musayevin kursu mənə yeni kreativ imkanlar açdı. Sübhan Musayevin süni intellekt kursu sayəsində dərslərimi artıq Google Flow ilə daha maraqlı planlaşdırıram. Şagirdlərim bu yeniliyi çox sevir. Əziz şagirdlər, bugün dərsimizi buradan Misir piramidalarının qarşısından keçirik. Bu möhtəşəm tikililərin tarixi haqqında danışaq. Sübhan Musayevin süni intellekt kursu sayəsində Notebook LM ilə mürəkkəb sənədləri analiz etmək artıq çox asandır. İşimin keyfiyyəti tamamilə dəyişdi. ChatGPT ilə layihələrin texniki detallarını planlaşdırmaq artıq dəqiqələr alır. Bu kurs vaxtıma çox qənaət etdi. Sübhan Musayevin süni intellekt kursu sayəsində marketinq strategiyalarımı saniyələr içində qururam. Google Gemini artıq mənim ən yaxın köməkçimdir. Siz də işinizdə məhsuldarlığı artırmaq və süni intellektin gücündən istifadə etmək istəyirsinizsə, School platformasındakı kursumuza qoşulun. Gələcəyi bu gündən idarə edin.